Salam aleykum. Sizə bir dənə yaxçı bina evi çıxarmışam satışa. 77 kvadrat. 77 kvadrat. Qiymətə bax hələ. 77 min. Verdin, bu evi verdim sənə. Nəqd qiymət, daha kredit deyil. 77 min verdin, bu evi verdim sənə. Kupçalı, qazı, suyu, işıq hamısı var. Düz yolun qırağında. Masazır dairəsinə baxın. Görünür. Düz Masazır dairəsinə. Buradan hardasa 500-600 metr olar, olmaz. Türkmedin düz yanı. Ən qəşəng yerdə 77 min manat. 9'un 9'u. Mansar deyil ha. Mansar deyil. Beton üstü. Axıracan üstünü görəcəksiniz. 77 kvadrat. 77 min. Qiymətə baxın. 77 kvadrat. Qiymət 77 min manatdır. Çox gözəl bir evdir. Qiymətdə həqiqətən yaxşı bir qiymətdir. Çox danışıram hə. Çoxu deyə çox danışırsan. Ev yox deyin. Evi göstərim sizə. 2 balkonludur. Bütün hər yanında pəncərəsi var. Baxın, girdik, bax belə bir padmayətdir. Bax, bunun aşağıda 3-cü mərtəbəsində hazırı var. 3-cü mərtəbəsi hazırı var. Yəni istəsəz o proyektdə də eyni şeyi bölə bilərsiniz burada. Bax, radnoy, bax burada bir dənə böldünüz belə, bir otaq burada pəncərəsi düşdü ora. Burada balaca bir dənə mətbəx düşdü ora. Burada bir dənə zal, bax burada. Zal elə düz düşdü bura, düzdür qapısı. Bu çıxacaq. Bu mansara çıxışdı, özləri üçün düzəltmişdilər. Prosta indi satırlar, ona görə bu ləğv olunacaq. Bunun üstü bunun kimi malarik beton olunacaq, bu ləğv olunacaq. Bir dənə burada bax belə qəşəng. Yataq otağı düzəltdiniz. Hamam samuzel, bax buradadır, baxın. Hamam samuzelimiz hazırdır. Buradadır. Buradan da koridora girdiniz. Buradan bölündü. Buradan da belə koridora evlər bölündü. Yəni bunu mən sizin için rahat böldüm. 77 min manatdır. Kimlər də bina evi, həyət evi satmaq istəyirsə müraciət eləyə bilər. Əsas odur ki, Euro'nun sözü olmasın. K. Yəni kupçası var, ipotekaya da yararlıdır. Yenə deyirəm, bu ləğv olunacaq. Bu mansar deyil ha. Bu mansar deyil. Bunun istidir mansar. O ləğv olunacaq. Bu ləğv olunacaq, beton veriləcək. Deyirsiniz, bu malarik betondur. Qiymət də həqiqətən də çox gözəl bir qiymətdir. 77 min manatdır dostlar. Nəqd qiymət. Real alıcılara inşallah endirimdə olacaq. Sağ olun.